İsmailova Elmira xanım bizə müraciət edib Elgizləzənin efirindən şəm, belindən, ayağına doğru gedən ağrıları var. Hansı ki, bunun MRT nəticələrində ciddi kanal darlığı, spinal stenoz olduğunu gördük. 54-55 aralığında onlardan ayaqlara doğru gedən sinirlərdə çox ciddi daralma var. Ayaqlar saxlamır. Bu bir səbəb, o yüzden biz epidural steroid injeksiyası vuracaq. Hansı ki, bu problem əslində əməliyyat göstərişidir. Implant əməliyyatı olmalıdır, amma xəstə qəti şəkildə açıq əməliyyatdan, cərrah əməliyyatdan imtina edir və razılaşma yolu ilə biz proseduru icra edirik. İnşallah düşünürüm fayda görərsə, həm əməliyyatdan qurtarmış olacaq, həm də sağlam, ağrısız həyatına qaytarmış olacaq. Beldə icra olması prosedurumuzu bitirdik. İndi isə sol çiyin oynal daxili müalicə bir prosedurumuzu başlayırıq. İnşallah bu prosedurun nəticəsi olaraq qolumda hərəkət məhdudiyyəti və ağrı aradan qalxmış olar. Gələndə qollarımı tərpədə bilmirdim. İndi bir şükür. Allah sizə can sağlığı, dünya durduqca sizi xoşbaxtların xoşbaxtı olasınız. Çox şükür, min şükür.